Değerli şagirdlər, abituriyentlər, izləyicilər, bu dərsimizdə Məhəmməd Adinin Türkün nəğməsi şeirindən danışacaq. Əvvəlcə Adi haqqında bir-iki kəlmə deyim. Çox məşhur misraları var ədəbiyyatımızda, dillər əzbəri olan Yox millətimin imzası imzalar içində və yaxud daşa dönmüşlərə əks eyləmədi fəryadım kimi məşhur misraların müəllifidir. Çox bədbəxt bir talih olub, çox erkən zəlzələdən, Şamaxı zəlzələsindən sonra atasını, anasını itirmiş, öz təhsili ilə məşğul olmuş və təhsili də oxuduğu kitabların dilinin gəlizliyi ucbatından onun dilin yaradıcılığında öz dövrü üçün xas olmayan ərəb-fars izafət birləşmələrinin sözlərinin işlənməsinə səbəb olub. Ona görə də bu cür istedadlı bir şairin dilini çox da yaxşı başa düşmək olmur. Yəni şeirlərinin dili çox ağır olur. Məhəmməd Adi çox vətənpərvər bir şair olmuş və Azərbaycanda Sovet hökuməti qurulan günü, yəni o ərəfədə yoxa çıxmış, hazırda heç ziyarət etməyə qəbri də yoxdur. Məhəmməd Adi Türkiyəni ikinci bir vətən hesab eləmiş, türklər üçün Dünya Savaşında da iştirak etmiş bir şairdir və bu şeiri də Türkiyə türklərinin deyək ki, apardığı mübarizənin nətər deyim, vəsfi üçünmü deyim, yoxsa onun tərənnümü üçünmü deyim, yoxsa belə deyək ki, şair bu mübarizənin boşa getmədiyini ifadə eləmək üçün belə bir şeir yazıb. Şeir əruz vəznindədir, müstəzad həzəci ölçüsündədir. Təfilələri məf'ulü, məfailü, məfailü, fəulün. Burada indiyə qədər demədiyim bir sözü demək istəyirəm. Yəqin ki, bununla bağlı inşallah ki, bir tədqiqat işi hazırlayacağım. Yəqin ki, imkan olanda YouTube-da da çəkib bir video yerləşdirəcəyəm. Təfilələr misra daxili bölgünü müəyyən etsələr də Azərbaycan dilində əruz vəznində yazılmış şeirlərin bəzilərində misra daxili bölgü təfilə ilə olmur. Məsələn, bu şeirdə zahirən belə görünür ki, misra daxili bölgü 3-4-4-3 şəklindədir. Amma halbuki bu şeirdə misra daxili bölgü 5-4-5 şəklindədir. İndi keçək, onu deyim, məsələn, belədir. Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həbsi hədərmi? 4 ildə verilmiş bu qədər can hədər olmaz. Məfkurə yolun da tökülən qan hədər olmaz. Qiymətli olan huni şəhidan hədər olmaz. Dul qalmış olan növhey nisvan hədər olmaz. Bax sən sonuna, hikmət-i tür kan hədər olmaz. Bədbəxt olan əfqaniyyəti man hədər olmaz. Yəni 5-4-5 şəklindədir misra daxili bölgü. Bunu elə belə dedim, ömür bir vəfadır, nə vaxtsa nəsə olanda olar bəlkə bu fikirlərimi demiş olmaram. Kiminsə qarşısına çıxanda bilsin ki, əruz vəzinli şeirlərdə Azərbaycan dilində yazılmış əruz vəzinli şeirlərdə misra daxili bölgü həmişə təfiləyə görə olmur. Dilimizin özünün obyektiv qanunlarına görə əruz vəzinli şeirin misra daxili bölgüsü fərqli ola bilir. Gəldik bu şeirə. Siz bilirsiniz ki, 1-ci Dünya müharibəsində Türkiyə dövləti, yəni o dövrdə Osmanlı dövləti, türklər, Anadolu türkləri iştirak etmiş və türklər bu mübarizədə çoxlu itki vermiş, çoxlu qəhrəmanlıq göstərmiş və şair də bunun təsirlənərək belə bir şeir yazmışdır. Şair düşünür ki, bu qədər qan bihudə getməz. Özü deyir, diqqətlə düşün, bu qədər qan yoxsa boş yerədirmi? 4 ildə verilmiş bu qədər can hədər olmaz. Fikir, ideya yolunda gedən qan hədər olmaz. Şəhidlərin qanı, qiymətli qanı hədər olmaz. Dul qalan qadınlarımızın ağlamağı hədər olmaz. Sən deyir, axırına bax ki, sonuna bax, türklərin himməti hədər olmaz. Bədbəxt olan yetimlərin əfqanı hədər olmaz. Yenə həmin iki misra təkrarlanır, beyt. Bu şeir bənd və beyt şəklindədir özdə. Qəribədir ki, birinci bənd 6 misraldır, ikinci bənd isə 7 misraldır.
Eyni bir beyt isə 3 dəfə təkrarlanır bu iki böyük bəndin arasında. Qan ilə qazandıq zəfəri. Bəli, qələbəni qanla qazanmışıq, əldən verməriz. Xof eyləmədik atəşi dəhhaşi düvəldən, yəni bu dəhşətli atəşlərdən qorxmadıq dünyanın. Bir zərrə belə qorxmurduq. Ölümün əlindən, dəsti əcəldən istərsə cahan hətta kökündən, təməlindən çevrilsin, amma türkün özü öz əməlindən çevrilməyəcək. Türklər geriyə dönməyəcək. Müslih əməldən, burada müslih əməl, yəni öz vətənini qorumaqdan, torpağını qorumaqdan və bu müslih əməlin içində həm də nə var? Digər bütün millətlərdən yüksəkdə yaşamaq istərsək və türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həbsi ədərmi? Bu şeir mən bilən, yəni şeiri əzbərləsə, şeirin məzmununa hakim olsa, bu şeirdən bağlı olan istənilən sualı cavablandırmaq mümkündür. Bədii sual işlənibdir bu şeirdə, 20 versiya işlənibdir. Sonra necə çevrilmək, sonra nədən toxunmaq lazımdır. Mən bilən anlaşılır. Diqqətiniz üçün təşəkkür edirəm. Əgər sizə bir faydam toxundusa, mənə nə mutlu.